Uşaqlar, zəhmət olmasa abunə olub videomu bəyənməyi unutmayın. Sualın izahına baxaq. Digər ikinci sualı siz həll edərsiniz. A plus B cəmi verilib. Bizdən B minus A-nı soruşur. Gəlin ilk öncə bu verilən ifadəni tapaq. İntegralını hesablayaq. A-dan B-yə 4x plus 3 dx bərabərdə 6. Bunu hesablasam, deməli, qeyd edək. 4x, yəni 4 vurulsun, x kvadrat bölü 2, üstə gəlinsin 3x. Sərhəd də A-dan B-yə bərabərdir. Bunlar ixtisar gedir, düzdür? O zaman alıram nə? Buradan 2x kvadrat plus 3x, düzdür? Gətirib yerinə yazsam, sərhəd də təbii ki A-dan B-yə. Birinci B-ni yerinə yazıram. Nə olacaq? 2B kvadrat, deməli, üstə gəlinsin 3B. Çıxılsın, bu dəfə A-nı yerinə yazıram. 2A kvadrat, üstə gəlinsin 3A. Təbii ki, nəyə bərabər idi? 6-ya bərabər idi. Aha, indi burada biraz ifadəni sadələşdirək, sadə hala gətirək. Buradan 2-ni ortaq vurub çıxartsam, təbii ki 2A kvadrat, 2B kvadrat. İlk öncə bir yerə yığaq da bunları. Mötərizəni açsam, bu mötərizəni açsam, artıq bu olacaq, çıxılsın. 2B kvadrat çıxılsın 2A kvadrat, üstə gəlinsin 3B, çıxılsın 3A, bərabərdir 6-ya. Vəssalam. Çox bax, gözəl, sadə aldı bu. Buradan 3-ü çıxarsam, B minus A buradadır. Buradan 2-ni çıxarsam, B kvadrat minus A kvadrat buradadır. Düzdür? Plus da var burada. İndi biraz daha sadə formada necə yazarıq? Buradan 2-ni çıxartdım, qaldı yerində. Bunu müxtəsərlə B minus A, B plus A yazıram. Düzdür? Üstə gəlinsin, 3 bu qalsın hələ ki. Bərabərdir 6-ya. İndi burada oxşar olan hansıdır? Bunu götürsəm və təbii ki, bizdə A plus B 7-dir axı. Bunun yerinə 7-ni yazacağım. O zaman nə olacaq? 2 vurulsun B minus A, birini götürdüm. Vurulsun 7, üstə gəlinsin. 3 vurulsun B minus A. Bərabərdir 6-ya. Bura nə eləyir? 14 B minus A, üstə gəlinsin 3 vurulsun B minus A, bərabərdir 6-ya. Düzdür? Bu neçə dənə B minus A eləyir? 17 dənə B minus A, bərabərdir 6-ya. Buradan B minus A bərabər olacaq. 6 bölünsün 17. 6 bölünsün 17, Y bəndi.